Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir. Bu fikirlər Əqli Mülkiyyət Agentliyinin 26 aprel Əqli Mülkiyyət Günü ilə bağlı təşkil etdiyi innovativ potensial əqli mülkiyyət, üstəgəl intellekt mövzusunda dəyirmi masada səslənib. Vurğulanıb ki, hazırda süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir. Azı 20-30 il lazımdır ki, bu məsələ öz yerini tapsın. Qeyd olunub ki, innovasiya ekosistemi iqtisadiyyatın innovasiya fəaliyyətini birgə stimullaşdıran qarşılıqlı əlaqəli institutlar, təşkilatlar və imkanlar şəbəkəsindən ibarətdir. Əqli mülkiyyət sahəsindəki nailiyyətlər qeyd edilərək bunun inkişafın əsas driverlərindən biri kimi qəbul olunduğu bildirilib. İnovasiya uğuru 4 amilin, yəni elm, texnologiya, sahibkarlıq və istehsal ölçülərinin birləşməsi və onların güclü tərəflərinin effektiv şəkildə kombinə edilməsi nəticəsində əldə olunur. Əksinə, bu fəaliyyətlərin müxtəlif istiqamətlər üzrə parçalanmış və bir-birindən təcrid olunmuş hallarda innovasiya uğuru əldə edilmir. Bunu bu hesabatda belə bir nəticə verirlər. Hesabatın xüsusilə mühüm hissələrindən biri innovasiya potensialının nə dərəcədə istifadə olunduğu və innovasiya üçün imkanların harada olduğu sualının təhlili ilə bağlıdır. Bu çox incə və mənə elə gəlir prinsipal vacib məsələdir. Hesabat müəlliflərin qeyd etdikləri kimi, sitat gətirirəm, strateji uğur diversifikasiyanın optimal yollarının müəyyən edilməsini və gizli potensialın aşkar edilməsini tələb edir. Bu isə o deməkdir ki, innovasiya uğruna aparan yolların axtarışı iki bir-biri ilə tamamlayan istiqamətdə aparılmalıdır.